Hoş gördük sizi değerli dostlar. Bugün pazar günüdür. Benim qonağım yine ənənəvi həmkarım, dostum İskəndər müəllimdir. Elə bir gündə biz görüşürük. İskəndər müəllim bugün ölkə başçısı Apple'ı, Boeing'i, Meta'nı, onun yanında Visa'dır, Mastercard'dır, Coca-Cola'dır, Marriott'dur. Bu kimi nahəkləri qəbul edir. Elə bir devir, elə bir aktuallıqdır ki, bu demək ki, dünya nahəkləri də internetin, süni zekanın, təkamülün, texnoloji yeniliklərin qovşağında olmazsa olmaz mövzularını, yəni yeni biznes, yeni fürsətlər, yeni imkanlar yaranıb. 21-ci əsrin çağırışıdır bu. Biz artıq ağıllı virtual platformalarda yeni bir biznes modelleri, bu innovativ, ağıllı layihələrin hamısı bir aradadır. Biz də yine bir aradayıq və görüşümüzə inanıram ki, rəng qataraq davam edəcəyik. Sizi xoş gördük İskəndər müəllim. Necəsiz? Bugün bu mövzular, baxın, görürsünüz, yenə də internet öz sözünü deyir arxamızda, musiqimizə müdaxilə edir. Hər zaman bu interaktivlik də öz işindədir. Siz necə baxırsınız bunlara? Çox sağ olun Əflat müəllim. Öncə mən dinləyicilərin hər birini salamlayıram. Ümid edirəm ki, bizim söhbətimiz çox səmərəli alınacaqdır. Dinləyicilər üçün də diqqət iqtisadiyyatı bir termini haqqında istərdim ki, Əflat müəllim, siz bir öz düşüncələrimi bizimlə bölüşəsiniz. Bəli, bugün doğru buyurursunuz. Mən təşəkkür edirəm ki, bu aktual mövzunu, bu aktual termini, məfhumu siz hardan çıxardınız, özü təqdirə layiqdir. Diqqət iqtisadiyyatı, attention economy. Bu nədir? Bu hardan gəldi? Necə ortaya çıxdı? Əslində, diqqət hər mənada ümumi bir sözdür. Amma bugün internetin süni zeka ilə inteqrasiya olduğu bir devirdə klassik biznes artıq virtual platformalara keçdi. Genişləndirilmiş reallıqlar, virtual dünyanın içində elektron ticarət, internet ticarət nömrə bir oldu. Olmazsa olmaz oldu. Yəni, herkes ağıllı insanlar bugün evində oturup sərbəst internet üzerinden freelance deyirlər. Yəni işi getmə ötəliyi də yoxdur. Biznesini qura bilər. İstənilən bir ölkədən, Çindən malı götürüb internet üzerinden elektron ticarət, internet ticarəti, yəni bu virtual məkanın içinə inteqrasiya olunaraq Amerika, Avropa, Yaponiya, Asiya, Pasifik ölkə hara istəyib şaxələndirə bilər, işi təşkil edə bilər. Məhz bu ağıllı platformaların, intellektual şəbəkələrin üzərindən internetin içinə daxil olaraq biz nəyi görürük ki, biznes demək artıq ora keçdi. Orada öz sözünü deyir. Necə? Bilirik ki, bugün süni zekanın proqramlarının hamısının algoritmi var. Bu algoritmlər, əgər biz diqqətimizi, baxın, klassik mənadan keçdi virtual dünya. Diqqət virtual dünyada, biz ekranlardadır, gözümüz ekranlardadır, baxışımız bugün video roliklərdadır, audio, video, vizual bütün kontentlərdədir. Kontentlərin hər biri özü bir reklam, marketing çalışmalarıdır. İnsanlar, ağıllı biznesmenlər bu virtual məkanda internet və elektron ticarəti artıq dərindən təşkil etməyə başladılar. Bu sahə öz arxasınca yeni zehniyyət yarattı, mind map deyirik. Bu mindset, mind map dediğimiz yeni zehniyyət, yeni ölçülü, biçili, smart, ağıllı vərdiş və dünya görüşünü götürdü, genişləndirilmiş virtual dünya. İnternet öz üzərində artıq məhsulu, malı, xidməti, çeşidləri, hamısını elektron formatda müştərilərə təqdim etməyə başladı. Bu təqdimatın özündə biz istifadəçilər eyni zamanda da müştəri qismində iştirak edirik. Çünki kontentə baxırıq. Ekranlarda scroll edir də, sürüşdürə-sürüşdürə nələr varsa, harda
ani olaraq diqqətimiz dayanırsa, nəzər diqqəti dərhal proqram tutur. Proqram tutursa o məhsula, məsələ istəyirsən bir çiçək dükanına və ya şirniyyat mağazasına və elektron shop, butik, müxtəlif səvkidə nələri sizi maraqlandırır və diqqətinizi çəkirsə, süni zəka onu o anı yaxalayır. O ana diqqət, nəzər, diqqət anı deyirik ki, onun üzərində biznes başlayır. Diqqətin biznesə yönəldiyi anı süni zəka yaxalayır və nə yaradır arxasında? Demək, marketingdir, reklamdır, malın satışı ilə nəticələnir. Malın, xidmətin, demək, işin görülməsi, göstərilməsi nə oldu? İnternet üzərinə keçdi. İnternet üzərində biz həm istifadəçi, həm müştəri qismindəyik. Bizim baxışımız, diqqətimiz potensial olaraq bir ehtiyacdır. Bu ehtiyac yeni iqtisadiyyat yaratdı. Adını da qoydular, diqqət iqtisadiyyatı. Beləcə. Çox maraqlı mövzudur. Bəli, nə qədər diqqəti cəlb etməyə bacarırsansa, deməli, diqqət mərkəzindəsən. Bəli, bəli. Bu texnoloji inkişaf getdikcə elə sanki robotlar insanlaşır, insanlar da elə robotlaşırlar. Sanki mövzuyla bağlı, yəni öz fikrinizi, düşüncələrinizi bizlə bölüşərdiniz. Maşallah, İskəndər müəllim, elə bəlli də sahənin mütəxəssisi, ekspert fikirləri, bu sahədə məsləkdaşım olduğunuz üçün də ayrıca təşəkkürümü bildirirəm ki, bu aktual mövzuları haradan çıxarırsınız, doğrudan bugün yeni bir terminlər çıxır, yeni bir yanaşmalar sərgilənir. Xüsusi olaraq da süni zəka hansı məqama gəldi, çıxdı, hardan, dünən hardaydı, bugün hardadır və beləcə bunların hamısını emal edən prosesin arxasında icebergin görünməyən tərəfi zaten robotlardır. Bu robotlar əməliyyat sistemlərinin üzərində, arxa planda işləri görür, bizdən mühəndisliyi, bu sorğu mühəndisliyi, prompt engineering deyirlər, ona görə alır fikri və bizə geri o fikirlərin üzərində sorğunu işləyir, emal edir, bizə dolğun cavab verir. Bu sahədə çoxlu xidmət göstərən süni zəka platformaları var. Məsələn, bugün Google'un Gemini, bu ikizlər dediyimiz bir tərəfdə insan, bir tərəfdə də süni zəka sinerji ilə deyir, gəl birlikdə sən soruş, mən deyim və yeniliklər yaradaq, istəyini sizə yaxşı, səmərəli və optimal şəkildə çatdıra bilim. O bir tərəfdən Cloud'un Anthropic'idir, bu yandan ChatGPT'nin bilirsiniz OpenAI'ın yeni programlarıdır və burada buyurun, fikir verirsiniz, internet öz yenə də diqqəti çəkmək üçün, həmən o diqqət iqtisadiyyatına yeri gəlmişdən, elə mən bu anı istəyirdim göstərəm ki, müdaxilə etdi, diqqəti çəkdi, kim üçün maraqlıdır, bizə şəxsən maraqlı deyil. Ona görə üstündən neyinirik, keçirik. Amma keçməyə də bilərik, anında bizim üçün maraqlı ola bilər. Deyərək keçdik, bax bu süni zəkanın, robotun insaniləşdiyi, insanlarınsa əksinə robotlaşdığı bir dövrə giririk. Çox maraqlı məqama toxunursunuz. Bəli, bugün sərgilərdə, yeniliklərdə, ən çox da baxın Davosun İqtisadiyyat Forumunda birləşmiş belə götürəndə demək Millətlər Təşkilatının, onların aparıcı çətir altında gedən Beynəlxalq Telekommunikasiya İttifaqının sərgiləridir, görüşləridir, yenilikləridir və orada robotların məharətini, bacarıqlarını görürük. Bugün robotlar satışa çıxarılıb. Baxın, Elon Musk bu özü də gəlişdirdi, özünün də bir neçə Llama, Grok platforması var, süni intellekt. 2030'a qədər insan sayı qədər sanki robotlar istehsal olunacaq, xidmətçi robotlar, sənayinin, məişətin, sosial həyatın bir parçasına çevriləcək. Robotlar bizə yaxından köməkçi olacaq, işlərimizi asanlaşdıracaq, işlərin avtomatlaşdırılmasında demək robotlar sözünü deyəcək. Bu baxımdan bu yaxşı. İndi nə dərəcədə özünü doğrulacaq, yaşayıb görəcək. Amma artıq ilk nümunələr özünü göstərir və bu sahədə işlər gedir. Ən işin təzadlı tərəfi isə
İnsanların zombiləşir, insanların ise robotlaşır. Çünkü rəqəmsal dünyanın içinde itib batıblar. Kontent çox, platforma çox, sosial mozaika, insanlar bütün menülerini orada tapır. Beləcə rəqəmsal bir asıllıq da yaranır. Rəqəmsal asıllıq arxasınca zombiləşmə yaranır. Zombiləşmə ilə bərabər artıq informasiya yığını gəlir. Buna rəqəmsal şişkinlik deyirlər. Spamdır, lazımsız informasiyadır. Elə biz ekranı sürükləyə görürük ki, o qədər şeylər var, bəzən diqqətimizi çəkir, bəzən çəkmir. Yəni bu asıllıq bizi isə, insanı isə, təbii zekanı isə, təbii varlığı isə zombiləşdirir, robotlaşdırır. Robotlar konkret proqramla, algoritmlə işləyir və bugün insana yönəli sorulara görə öz xidmətini təqdim edir. İnsan maraqlıdır ki, anlaşılmır. Bəs sizi nə vadar edir ki, bu qədər rəqəmsal dünyanın içində itib batırsınız. Bax, bu təzaddır. Buna görə də təşəkkür edirəm ki, siz çox maraqlı bir mövzuya değindiniz. Bir də bilirsin Əflatun müəllim, hal-hazırda süni intellekt o qədər həyatımıza girib ki, həyatımızın bir hissəsidir artıq. Bütün söhbətlərimizin ya əvvəlində, ya sonunda süni intellekti yada salmalı olur. Doğru. Süni, inanıram ki, bütün bizi izləyənlər üçün çox maraqlı olar ki, süni intellekt mühəndisliyi, bax, bunun inkişafı, bunun haqqında, mən bilirəm ki, bu arada siz həm də tədris edirsiniz. Dinləyicilərimiz də işitsə çox yaxşı olardı, sizin fikirlərinizi bölüşərdiniz bizlə. Çox sağ olun, bu da çox ayrıca bir mövzudur. Yenə də sağ olun ki, peşəkar olaraq belə aktuallığını bugün qoruyub saxlayan yenə də olmazsa olmaz number one məsələlərdən biridir süni intellekt. Süni intellekt hara biz fikirləri bu müasirlik içində təkamül, texniki progres hamısı gəlir yenə süni zekada bir yerdə düyünlənir. Beləcə İskəndər müəllim, süni zeka artıq qeyd etdiyim platformalarda özünü göstərir. Dediyimiz kimi bu Google'ın bugün istifadə etdiyimiz proqramlarıdır, Gemini'dir, Apple'ın biz eyni ilə də yaratdığı yeni platformalarda bu inteqrasiya olunmuş OpenAI'nin ChatGPT'si, Atlas proqramları, Grok'dur, Llama'dır, DeepSeek'dir, Copilot'dır, Microsoft'un. Bunların hamısı bu platformada öz sözünü deyir və dərinləşə gedirlər. Bizim üçün böyük bir seçim yaradır süni zeka. Süni zeka bugün doğrudur, insan mərkəzli olmalıdır. Çünki insan hər şeydən öndədir. Onun proqramını da yazan insandır. Onun algoritmini də proqramlayan, back-end, front-end dediyimiz ön planda, arxa planda yenə mühəndislikdir. Onun inkişaf etdiriciləridir. Ona program developerlar deyirlər. Bu terminlərin çox İskəndər müəllim özünüz də bildiyiniz kimi İngiliscədir. Biz də tədris edərkən bunlara istinad edirik. Artıq tələbələrimizdə bu demək Z nəsli, alfa nəsli, indi yeni yeri gəlmişkən 26-cı ilin beta nəsli də çıxdı. Bu yeni nəsillərin ağıl, smart, intellekt qovşağında süni zeka, internet öz sözünü deyir. Hatırlayırsınızsa da biz 98-ci illərdə bərabər çalışırdıq. Dedik ki, rabitənin telefon xidmətindən hələ sadəcə telefon, mesaj, birinci nəsil şəbəkələr idi və o zaman Bakının özündə belə telefon hər evdə yox idi. Telefon olmazsa olmaz idi, prioritet idi. Biz deyirdik, internet gəldi və internet kompüterlə inteqrasiya olundu. O tam anlaşılmırdı ki, bu internet olacaq, necə olacaq, bu şəbəkələrin şəbəkəsi, internet sözü yeri gəlmişkən, network deməkdir, şəbəkələr bağlantısıdır. Bu dünya hörümçək toru, bu WW üzərindən bütün dünyanın kompüter şəbəkələrini bağladı, birləşdirdi. Yəni ondan bu yana bir 30 il keçdi. 30 ildə bilirsiniz, Yaponiyada o vaxt biz iştirak etdiyimiz konferansda da Okinawa samitində dedilər ki, internet idarəçiliyinə keçiləcək. Onun çoxu o vaxt rəhbərlər belə çətin qaldırırlar, bu internet nə olacaq. Eyni ilə bugün 25-26-cı illərdən daha da vüsət alaraq inkişaf edən AI da hələ biraz ciddi almayanlar
var. Mən hesab edirəm ki, AI yaxın artıq 20-25 il gözlətməyəcək. 1-2 ilin içində AI daha çox dərin təbəqələrə, daha çox sosial həyata, biznes mühitə, bütün demək olar ki, onun ağıllı platformaları ziyarət edəcək. Orada inteqrasiya olunaraq öz sözünü deyəcək. Bu çox sürətlə baş verir. Yəni 98-ci ilin ağıl geriliyi rəqəmsal geriliklə, rəqəmsal bərabərsizliklə özünü göstərdi. İndi AI devri 4-cü sənaye inqilabının üstündə 5-ci sənaye inqilabını tələsidir. 5-ci sənaye inqilabı əşyaların interneti, indi hər şeyin interneti yarana biləcək. Bu əşyaların, hər şeyin interneti bir yandan platformalar, ağıllı intellektual sistemlər, o bir tərəfdən beynəlxalq standartlar. Bunun yanında artıq 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, artıq 6-cı nəsil şəbəkə qapıdadır. 6-cı nəsil şəbəkədə artıq demək, həm sürət yüksək olacaq, gecikmə az olacaq, ağıllı bu intellektual sistemlər, smart home, smart city, smart village, bu dediyimiz layihələrlə insansız hava araçları, dronlar, proqramlar, istər kənd təsərrüfatı, istər sənaye, hamısı robotlaşmış, avtomatlaşmış sistemlər üzərində tam cəryan edəcək. Xidməti, işin təşkilini, məhsulun istehsalını və s. ağıllı bir yönə gətirib çıxaracaqlar. Bəli, süni zəka düzdürsüz, olmazsa olmaz, öz sözünü deməkdə davam edir. Mən də söz təşəkkürümü bildirirəm İskəndər müəllim. Sonda biz, baxın, yenə diqqət iqtisadiyyatı fikir verir. Musiqiyə müdaxilə edir, bizim arxada proqramımıza öz sözünü deyir. Ona görə biz də deyək ki, dostum, sənə bizim ehtiyacımız yoxdur. Musiqiyi qoy öz sözünü desin, çayımızdan da bir yudum içək. Buyurun, söz sizindir. Yəqin ki, bazar günü söhbətimizdə biz sizlə gözəl öz fikrinizi qatın, birlikdə vidalaşaq. Çox maraqlı söhbət vardı. Əflatun müəllim, həm istər bütün mövzular üzrə tam əhatəli fikrinizi çatdırdınız. Əlavə fikir olarsa, izləyicilərimiz şərh hissəsində yazarlar. Biz də onu diqqətlə izləyərik. Yəqin ki, suallar yaranarsa, gələcəkdə o sualları yenə də bir yerdə düşünüb cavablandırarıq. Çox təşəkkür ederim. Sağ olun İskəndər müəllim. Hər zamanki kimi sizin töhfələriniz, iştirakınız, belə ciddi yanaşmanız bizə smart dünya layihələrində, startaplarda, ağıllı bugün kiber təhlükəsizliyin, belə götürəndə rəqəmsal bərabərsizliyin, rəqəmsal inkişafın, rəqəmsal iqtisadiyyatın yanında da görün. Hansı mövzuları ələ aldınız? Diqqət iqtisadiyyatı, bilik iqtisadiyyatı, davranış iqtisadiyyatı, bioiqtisadiyyat, hətta 19-cu illərdə demək, koronavirus iqtisadiyyatı da çıxmışdı ki, dünya bu durumda necə inkişaf edəcək, bağlanacaq. Arxasınca siz insanların robotlaşdığı, robotların insanlaşdığı bir devrə qədəm qoyub. Bu da çox aktual, belə elm tutumlu, bu innovasiya yönlü bir yanaşmadır ki, robot humanize deyirlər, insaniləşir. İnsanlar isə bu qədər alıda olur, rəqəmsal dünyada itbat olub, sanki diqqəti, fikri hamısını bu yönə alıb, özü də həm də psixoloji narahatçılıqlar yaşanır. İndi uşaqlar, gənclər, yeni nəsillər adını çəkdik. Artıq onların bu rəqəmsal asıllıqdan qurtuluşu, nicat axtarışı da yeni bir yenilik yaradı. O da ayrıca bir mövzuda danışarıq. Sonda intellekt, süni, təbii, sinerji oldu, birləşdi. Bugün ağıllı prompt engineering, sorğu verən, insan mərkəzli, insan mühəndisi, insan mərkəzdə olmalıdır ki, biz onun demək faydasını, bəhrəsini görə bilək. Artıq beyin mühəndisliyi, insan mühəndisliyi, süni zəkalarla, o platformalarla birləşəcək, öz sözünü deyəcək. İnanıram ki, sonda təbii zəka öz sözünü deyəcək. Siz də sağ olun. Buradan tələbələrimizə, həmkarlarımıza bu verilişdə ərmağan olsun. Təşəkkür edirəm. Görüşənədək.